salamlayıram. Bugün Manşet Azın işığına toplaşan əziz və mehriban qonaqlarımız, hər birinizi ürəkdən salamlayıram. Manşet Azın rəhbəri Əli əzizimiz, dostumuz və mən heç çəkinmədən deyərəm ki, mənim böyük pərəstişkarım Əli, mən səni təbrik edirəm. Sənin hər zaman uğurlarına sevinmişim. Doğru dürüst xəbərlərinlə, aktivliyinlə, hər zaman insanlara xəbərləri dürüst və vaxtında çatdırdığın üçün. Deməli, səsi yerində qalan, öz ifalarını, görün nə qədər deməli, musiqini birləşdirir bir-birindən. Muğam ifası, aşıq musiqisi, sergah, nə bilim, estrada, nasibəni dostlar, universal. Beşiği insan için az bir müddət, amma bir mətbu orqanı üçün artıq oturuşmuş bir media nümayəndəsi olmaq deməkdir. Yolunuz həmişə işıqlı olsun, həmişə gözəl məlumatlarla, faydalı məlumatlarla oxucularımızı sevindirəsiniz, təbrik edilənməkdən. İnşallah 10 yaşınızda görüşəcək. Yavaş bizim Saytının rəhbəridir. Bəli, Əli Vəliyev. Sənin üçün oxuyacaq. Elnurə xanım.
benim çok değerli, çok sevdiğim, özüne, şəxsiyyətinə çox böyük hörmət etdiyim Mətanət İskəndərli hər zaman bizim yanımızdadır. Ailəvi tədbirlərimizdə, bütün tədbirlərimizdə yanımızdadır. Təbrik edirəm Manşeta saytını. Sənə uğurlar arzulayıram. Uğurların bol olsun. Maşallah sən çox istedadlı insansan, istedadlı jurnalistsən və burada əyləşən bütün jurnalistlərimizi salamlayıram. Hər birimiz bu jurnalistlər bizim əməkləri var bizim üzərimizdə. Tebrik edirəm Manşeta saytını, burada yerləşən jurnalistlərimizin hər birinə bu ağır peşədə uğurlar arzulayıram. Əziz Əli qardaşımız, hamımız burada bizə əzizsiniz. Bütün mətbuat xadimləri, onların işçiləri, onların ailə üzvləri, biz bir ailəyik hamımız.